İndi sosial mediada paylaşım eləmək çox bəsitdir. Əyləşirsən, kameranı açırsan, düşüncələri qeydə alırsan, biraz boyuyub, editləyib paylaşırsan. Bu boya o qədər inandırıcı olunur ki, illərdir sənin yanında olan bir dostuna inanmayıb, 30 saniyə öncə qarşına çıxmış birinə güvənirsən. O 125 min izləyicisi olan bloger sənə öz sevgi münasibəti yolunda olmadığı halda bir məsləhət verir və ona inanırsan. 30 saniyə öncə sənin smartfonunda, sənin sosial şəbəkəndə qarşına çıxmış biri sənin həqiqətən yaxşılığını istəyir və bunun qarşılığında heç nə də olmur. Bəlkə bir follow, amma onsuz çox da ehtiyacı yoxdur. Onun çox mükəmməl həyatı var. Qarşılığında səndən heç nə gözləmir. Çünki o yaxşı insandır. Sənin rəfiqənin, dostunun, ailə üzvlərinin edə bilmədiyi yaxşılığı, səndən əsirgədiyi yaxşılıqları həmin o bloger eləyir. O insan həqiqətən sənin yaxşılığı istəyir. Öz münasibəti yoluna getməyən biri sənə ChatGPT-dən götürdüyü və həqiqətən də öz təcrübəsinə əsaslanaraq o mesaja yaz, bu mesaja yazma, bu 3 şeyi etmə və ya etdir. Axı hamıya qarşı da şübhə ilə yanaşmaq daha böyük problemlərə səbəb ola bilər. Amma ilk gördüyünə də güvənə bilərsən. İnternetini söndürsən, həmin o tətbiqi silsən, həmin saniyə o videonu dayandırsan, o insan sənin həyatında yoxdur. 30 saniyə öncə o insanla qarşılaşmamışdım. Belə asanlıqla ona güvənə bilərsən. Başa düşürəm, bəzən itmiş hiss edirik və istəyirik ki, birinə dərdimizi danışaq. Ya da heç danışmadan o bizi başa düşsün və əlində bir sehirli toz gətirsin, onu belə yaysın. Ya da biz gözümüzü qapayaq, açanda görək ki, bizim problemlərimiz həll olunub, hər şey hazırdır. Bəzən istəyirik ki, münasibətimizlə bağlı bir problem var. Bəlkə onu yarım saatda danışıb həll edəcək və bu çözüləcək, həll olacaq. Amma biz danışmaq əvəzinə 30 saniyə öncə keşfətdə qarşılaşdığım həmin o insanın videosundan aldığın o məsləhətləri tətbiq edirsən. Onu bloka atırsan, süründürürsən, o mesajı yazmırsan və ya yazırsan və bununla da düşünürsən ki, o problem həll oldu. Amma əksinə, əks təsir olaraq problemi böyüdə bilər. Daha çox incinə bilərsən, qarşı tərəf incinə bilər. İstəyirik ki, bizim yerimizə başqa biri bunu həll eləsin. Bizim özümüzün bir hərəkət eləmək bəzən çətin olur. Baş verən şey bizi məmnun eləməsə, qarşımızdakı insanı məmnun eləməsə, bunun səbəbkarı bizik. Məmnun eləsə də səbəbkarı bizik. Dostun gəlib sizin barışın, belə olmazsınız, bir-birinizi çox sevirsiniz deməsi həqiqətən o problemi həll edir. Unudulub gedər bəlkə, amma nə vaxtsa yenə o problem yarana bilər. Bir şeyin üstünü örtmək, onu sağaltmaq deyil. Bəs belə anlarda neyniyək? Kimə güvənək? O mesajı həqiqətən göndərək. Bunun cavabı məndə deyil. İndi sosial media bizim oxuduğumuz kitabı seçir, izlədiyimiz filmi seçir, gündəlik rutinlərimizi, dinlədiyimiz mahnıları, hər şeyi o seçməyə çalışır. Bizi eyniləşdirməyə çalışır. Hətta münasibətlərimizlə bağlı belə ChatGPT-dən alınmış və ya şablonlaşmış fikirlər təqdim edir. Amma bir məqamda var ki, bəzən o şablon xoşbəxtlik də düzgün bir şey deyil. Düzgün davranış deyil, düzgün düşüncə deyil. Çünki mənim partnyorum, mən nar sevirəm deyə, mənə öz əlləri ilə nar təmizləyib gətirirsə, bu mənim çox xoşbəxtlikdir. Amma nar sevməyən birinə belə bir jest eləsən, bu onu məmnun eləməz. Bəs eləmək istədiyim, izah eləmək istədiyim problemi deyim, məsələmi deyim budur. Çünki o sənin gördüyün paylaşmanın arxasında bəlkə əməkdaşlıq var, ola bilər ki, reklam var və həqiqətən onu alıb. Amma
İnsanlar, xüsusilə də sosial mediada bizə hər şeyi olduğu kimi yox, göstərmək istədikləri kimi göstərirlər. Bizim görməyimizi istədikləri şəkildə bunu paylaşırlar. Mən bu videonu çəkirəm. Amma bu videonu olduğu kimi hər saniyəsini paylaşacağımı yox. Bu videonu çəkəndə stəkandan çay dağıldı, ətrafa yayıldı. Amma sən bunu bilməyəcəksən. Yaxşı, bu qədər danışdım, bildim. Amma axı hələ də qərarsızam o mesajı göndərim ya yox deyirsənsə, bunun cavabı yenə səndədir. Sən məni tanımırsan, məni ilk dəfə görürsən. Axı mən sənin hekayənin hamısını bilmirəm. O mesajı göndərmək istəyirsənsə göndər. İstəmirsənsə göndərmə. İki yol var. Ya səhv qərar verəcəksən, ya düz qərarı. Səhv qərarı da versən, düz qərarı da versən təcrübədir. Ola bilər dostlarımın fikrini almaq istəmirsən, yaxınlarımın fikrini almaq istəmirsən. Çünki bu sənin həyatındır. Bu da çox normaldır. Ya da dostlarından fikir almaq istəyirsən, bu da çox normaldır. Amma anormal olan, düzgün olmayan şey özünə güvənməyib 30 saniyə öncə qarşıva çıxan birinə güvənərək etdiyin haqsızlıqdır. Növbəti dəfə bu sual səni narahat eləyəndə o hissə qapılıb 30 saniyə öncə tanıdığın birinə həyatının iplərini bağışlama. Lazım gəlsə günlərlə düşün, amma özünü baxış üçün belə bir addım atan insanın taktikalarına nə özünü, nə də həyatını qurban vermə. Geyimimizi eyniləşdirirlər, ətirlərimizi eyniləşdirirlər, bəzəklərimizi eyniləşdirirlər. Amma səhvlərimiz fərqli olsun, düşüncələrimiz fərqli olsun, təcrübələrimiz özümüzə xas olsun. Ona qalsa münasibətlər onsuz da eyni irəliləyir. Qarşılaşırsan, tanış olursan, yaxınlaşırsan, münasibət ya yaxşı gedir və elə xoşbəxt davam eləyir, ya da pis gedir, bitir. Yaxşı getdiyi halda da həmişə belə getmir. Bəzən çökürsən, bəzən birlikdə qalxırsan, bəzən stabil gedir. Prosesləri eyniləşdirə bilmərsən. Əslində heç birini eyniləşdirə bilmərsən. Amma madam ki olub, indi dəyişdir. Ona görə gələn dəfə o mesajı atıb atmayacağına özün qərar ver. İlk dəfə tanıdığın birinə bu qədər sonsuz güvən bəsləmə. Birinə güvənmək istəyirsənsə, inanmaq istəyirsənsə, aynanın qarşısına keç və ona heç sorğulamadan sonsuz güvən bəslə. Çünki həqiqətən də güvənməli olduğun, fikirlərinə hörmət etməli olduğun, çox sevməli olduğun ilk insan varsa, aynanın qarşısındakidir. Bu da tez zamanda olmayacaq, bir saniyədə olmayacaq. Biri qarşıva keçib yenə 30 saniyəlik reelsində mən özümü sevməyi bu 3 hərəkətlə öyrəndim. Sən də elə deyirsə, bu səndə işə yaramayacaq. Çünki bu onun özü ilə bağlı bir sınaq idi, bir proses idi. Səndə eyni olmayacaq. Qoy səhvlərin, qərarların, düşüncələrin özünə xas olsun. Özünə yaxşı bax. Mənimlə həmsöhbət olduğun üçün, bura qədər izlədiyin üçün təşəkkür edirəm. Növbəti videolarda, növbəti dilə gətirmədiyimiz hiss və fikirlərdə görüşənədək.